Salam, hər vaxtınız xeyir. Deməli, biz bugün 12 aprel tarixində keçirilən OTK sınavının izahına baxasıyıq. İlk öncə başlayırıq 22-ci sualdan. Excel-ə aid sualdır. A2 C6 diapazonunda olan xanaların sayını bizdən soruşur. Deməli, biz xanaların sayını tapmaq üçün sətir və sütunların sayını bir-birinə vururuq. Burada ümumilikdə 3 sütun var. A, B, C sütunları mövcuddur. Və 2-dən 6-ya kimi sətir, yəni ki 5 sətir mövcud olduğundan 3 vurulsun 5, bizdə toplamda eləyir 15 xana. Növbəti sualımız akseslə əlaqəli bir sualdır. Verilənlər bazasından bir fraqment verilib və bizdən cədvəldəki neçə yazının qeyd olunan sorğunun ödədiyini soruşur. İlk öncə bir deməli notepad açaq, sorğunu orada izahlı şəkildə yazaq. Deməli, ilkin olaraq deyir ki, sorğunu olduğu kimi yazırıq. Note, mötərizəni açırıq. Bizə deyir ki, növbəti mötərizə, giriş balı 45-dən böyük olanlar. Baxıram, giriş balı 45-dən böyük olanlar 2, 3 və 6-cı sətirlərdir ki, giriş balı 45-dən böyükdür. Daha sonra verilib or. İmtahan balı 45-dən kiçik ya da bərabər olanları soruşur. Bura isə aiddir 3, 5, 6 və 7. Daha sonra mötərizə bağlanıb. Daha sonra var and. Yekun balı 89-dan böyük bərabər olanları soruşur ki, bu da 1, 2, 3, 4, 6 uyğun gəlir. Mötərizə bağlanır. Deməli, bildiyimiz kimi or kəsişməni, birləşməni göstərir. And isə kəsişməni göstərirdi. Düşünün ikinci hissəyə not. Birinci mötərizənin için həll elədikdə birləşmə, bu iki sorğunun birləşmə nəticəsi bizdə olur 2, 3, 5, 6 və 7. Daha sonra and 1, 2, 3, 4, 6 olduğu kimi yazırıq. Deməli, növbəti hissə not. And isə kəsişməni göstərdiyindən hər iki sorğunun ortaq hissəsini istəyir bizdən. Yəni 2, 3 və 6 olur bu sorğunun ortaq hissəsi. Not dediyinə görə not isə olmayanlar, yəni ki, burada olmayanlar nəzərdə tutur. Bu da bizdə olur 1, 4, 5 və 7. Ümumilikdə isə 4 dənə sətir bizim sorğunun nəticəsini ödəmiş olur. Ona görə cavabımız olur 4. Daha sonra verilənlər bazasının obyektlərin görünüş rejimlərinin dəyişdirilməsi üçün aşağıdakı tablardan hansı istifadə olunur deyə soruşur. Biz görünüş rejimlərini dəyişə bilirik aksesdə home tabından, hansı ki ilk başda konstruktor rejiminə keçmək üçün design view, datasheet view arasında keçid edirik və s. yerləşir home tabında. Sonra deməli bizdən vektor qrafik redaktorlarına aid olan proqram təminatını soruşur. A variantı Corel Trace bildiyimiz kimi vektorizatorlara aiddir. Biz artıq bu proqramları tanımalıyıq ki, Corel Trace və Adobe Streamline vektorizatorlara aiddir. Hansı ki biz bilirik ki raster qrafik təsvirləri birbaşa olaraq vektora çevirmək olmur. Bunun üçün vektorizatorlardan istifadə olunur və bu da iki proqramdır. Corel Trace və Adobe Streamline. Ona görə D və A variantı bizdə gedir. Adobe Photoshop isə aiddir. Deməli, raster qrafik redaktorlarına, Corel Draw isə bizdə düzgün cavab olmuş olur. Vektor qrafikasında təsvirlərin yaradılması üçün istifadə edilir. Daha sonra bizə növbəti Excel sualımızdır. Elektron cədvəlin bir hissəsi verilib. Həmin hissədə deyilir ki, elektron cədvəl A2, C2 diapazonu əsasında qurulubdur. Və bizdən C1 xanasının qiymətini soruşur. Gəlin, deməli, yadımıza salaq ki, diaqram qurulan zaman saat əqrəbi istiqamətində qurulur. İlk isə, deməli, bunu unutmayaq. Gəlin, birinci A2 xanasının qiymətini hesablayaq. A2 xanasının qiyməti bərabərdir. Bizdən deyir ki, sum A1, C1. A1-dən C1-ə kimi
Yəni 8 plus 4 12 plus C1 plus 8 14. Deməli eləyir bizdə 34 plus C1 34 plus C1. Sonra B2 xanasının qiymətini hesablasaq, B2 xanası product, yəni hasil funksiyasıdır. A1, B1, 8, 4-ün 32 plus 8. Bu da eləyir bizdə 40 ümumilikdə. Sonra gəlir S2 xanası. S2 xanası isə nədir? 2 vurulsun 3 S1. 2 üstünə gəlsin 3 vurulsun S1 şəklindədir. Belə. Biz bilirik ki, diaqram saat əqrəbi istiqamətində qurulduğundan A2 xanası diaqramda bizdə ifadə edəcək 40%. 40%. B2 xanası da uyğun olaraq ifadə edir bizdə 40%. S2 xanası isə uyğun olaraq bizdə olur 20%. Deməli, əgər ədədin 40% 40-dırsa, aydın məsələdir ki, 20% də 20 olacaq və növbəti də 40% göstərdiyindən. Deməli, 34 plus C1 də B2 xanasının nəticəsinə uyğun olaraq bilirik ki, bu da 40-a bərabər olmalıdır. Çünki hər ikisi eyni faiz nisbətindədirlər, 40%dirlər. Buradan biz tapırıq ki, C1 xanasının qiyməti oldu bizdə neçə? 6. Düzgünlük üçün yoxlasaq, görürük ki, 2 plus 3 vurulsun 6-nı da hesablasaq, bu da eləyir 20 və həqiqətən də 20%-ə uyğun gəlmiş olur. Bizdən də C1 xanasının qiymətini soruşduğundan biz təyin etdik ki, C1 xanasının qiyməti 6-dır. Daha sonra iş masasının kontekst menüsündəki əmri soruşur bizdən. Biz bilirik ki, iş masasının kontekst menüsündəki əmrlər hansılardır? View, sort by, refresh, undo, redo əmrləri gəlir. New əmri gəlir, display settings və personalize gəlir. View görünüş rejimlərini tənzimləmək üçündür. Sort by 4 parametrə görə nizamlamaq olurdu. Adına, ölçüsünə, tipinə və tarixinə görə. Refresh əməliyyat sisteminin ani yenilənməsi idi. New əmrinin içərisindən isə biz yeni obyektləri yarada bilirdik. Fayl, qovluq, qısa yol obyektlərini yaratmaq mümkün idi. Ona görə bizdə olur new əmri. Daha sonra növbəti sual əslində çox rahat bir sualdır. Lent tabını verib. Deməli, tabdakı lent qrupunun adı da görünür. Eyni zamanda bizə ipucu da verib. Əgər xatırlayırsınızsa, biz demişdik ki, haçan insert sözü görürüksə, bu aid olur referans tabına. Çünki insert sözü keçən əmrlər başqa heç bir tabda mövcud deyil və eyni zamanda bir digər yol isə budur ki, əmrlərin nə iş gördüyünə baxası olsaq, insert caption nə idi? Obyektlərin adlandırılması üçün istifadə olunurdu ki, bu əməliyyatı da biz referans tabından istifadə edərək yerinə yetirirdik. Ədəbiyyat siyahısının yaradılması idi, mündəricatın formalaşdırılması idi, istinadların əlavə edilməsi, endnot və footnotların əlavə olunması hamısı referans tabından həyata keçirilirdi. Növbəti File Explorer pəncərəsində status barda hansıları görmək mümkün deyil. Biz açaq File Explorer pəncərəsini. Deməli, File Explorer pəncərəsində vəziyyət sətrində neçə obyekt olduğunu görə bilirik. Daha sonra neçə obyekt seçildiyini, seçilmiş obyektlərin həcmini görə bilirik buradan. Deməli, obyektlərin ümumi sayını gördükmü? Bəli. Seçilmiş fayl obyektlərinin ümumi həcmini gördükmü? Bəli. Seçilmiş obyektlərin sayını gördükmü? Bəli. Bir də sağ-aşağı küncə fikir versək, görünüş rejimlərini dəyişmək mümkündür. Burada isə iki görünüş rejimi mövcuddur. Details, bir də ki, large icon görünüş rejimi mövcuddur. Düymələri isə Ctrl+Shift+6. Səbəb odur ki, Details görünüş rejimi burada 6-cı sıradadır. Large icon isə 2-də olduğundan Ctrl+Shift+2 düyməsi vasitəsilə də görünüş rejimlərini bu şəkildə dəyişə bilirik. Yəni, bu da mümkündür. Seçilmiş obyektin adını isə biz vəziyyət sətrində görə bilmirik.
Daha sonra açıq sistemlərin qarşılıqlı əlaqəsi bu Open System Interconnection olaraq keçirdi. Bizdə OSI modeli idi. 7 dənə də layer'ımız var idi. Fiziki, kanal, şəbəkə, nəqliyyat, seans, təqdimat və tətbiqi səviyyələr olaraq bölünürdü. Şəbəkə mövzusuna aid idi. Daha sonra slayd obyektlərinə verilən animasiya effektlərinin, deməli, slaydların içərisindəki animasiya effektlərinin 4 növü var idi. Giriş animasiyaları, çıxış animasiyaları, vurğu, bir də motion pass var idi. Deməli, ona görə biz də baxırıq ki, burada vurğu qeyd olunubdur. Trigger bir obyektin hərəkətini, yəni bir animasiya hərəkətini digərindən asılı hala salmaq idi. Dinamik kontent idi, zərif, yəni həyəcanlı və dinamik kontent. Bunlar isə slaydlara verilmiş keçid effektləri idi. B, C və Y variantları. Ona görə bizim kitabımız olub D variantı. Daha sonra bizə bir test hissəciyi verib, naməlum şəxs tərəfindən istifadəçinin hesabına daxil olmaq üçün müxtəlif parol kombinasiyaları, deməli, müxtəlif parol kombinasiyalar ardıcıl şəkildə yoxlanılır. Sistemə dəfələrlə giriş cəhdləri edərək düzgün şifrəni tapmağa çalışır. Bu proses zamanı avtomatlaşdırılmış proqramlardan istifadə edir. Və deyir, minlərlə mümkün variant arasından sınaqdan keçirilir. Bu bizdə gedir brute force, yəni kobud güc hücumu olaraq da tərcümə olunur. Əgər bir istifadəçi hesabına daxil olmaq istənilən zaman parol unudulursa, avtomatik şəkildə bir bazadan olan ən çox istifadə olunan parol nümunələrini həmin akkaunt üzərindən dəfələrlə sınayaraq düzgün parolu tapıb hesaba giriş əldə edilən hücum növüdür ki, bizdə gedir brute force. Sosial mühəndislik qısa şəkildə qeyd etsək, qarşı tərəfi manipulyasiya edərək müəyyən məlumatların əldə edilməsidir. DDoS hücumu fərqli, deməli ki, mənbələrdən bir sistemə, çoxlu yerdən bir sistemə siqnalların, girişlərin edilməsidir deyək. Misal üçün, bunu haçan yaşayırıq biz. Əslində hücum məqsədli deyil, amma imtahan nəticələri elan olunan zaman bütün bakalavrlar imtahan nəticələrinə baxmağa çalışır və DİM-in serveri bunu DDoS hücum kimi başa düşür, ona görə server çökür və cavab vermir. Phishing hücumu bizim tez-tez qarşılaşdığımız, misal üçün, çıxır ki, qarşımıza bu linka klikləyin, bu əməliyyatları yerinə yetirin, iPhone 17 qazanacaqsınız və s. kimi aldadıcı, saxta linklər vasitəsilə həyata keçirilir. Keylogger isə bir, deyək ki, klaviaturadan daxil etdiyimiz məlumatların başqa şəxslər tərəfindən kopyalanaraq götürülməsi hadisəsidir. Daha sonra bizdə say sisteminə aid bir sualdır. 8-lik say sisteminin ən kiçik 3 rəqəmli ədədini soruşur bizdən. 8-lik say sistemində ən kiçik 3 rəqəmli ədədi qeyd etsək, bu 1, 0, 0-dır. Bu 8-lik say sistemindədir. Sonra deyir ki, 16-lıq say sistemində rəqəmləri müxtəlif olan ən böyük 2 rəqəmli ədəd, yəni FY 16-lıq say sistemində. Daha sonra isə deyir ki, ikilik say sistemindəki ən böyük 6 rəqəmli ədəd, yəni 6 dənə 1-i istəyir bizdən. Üzr istəyirəm, sonuncuda fərq idi. Bunların fərqlərini tapmağı soruşur. Biz hər birini bir-bir onluq say sisteminə gətirməliyik. Deməli, 1, 0, 0 onluq say sisteminə gətirəndə, buradan bu qələmi götürək bunu hesab. Deməli, nömrələsək 0, 1, 2 şəklində. Olur 1 vurulsun 8 üstü 2. Qalanları 0-dır deyə plus 0 şəklində yazasıyıq. Bu da edir 64. Daha sonra 16-lıq 0, 1. 16 üstü 1 vurulsun. 16 vurulsun, elə 16 üstü 1 kimi qeyd etsək, 16, üzr istəyirəm, 15 vurulsun, F15-dir, 15 vurulsun, 16 üstü 1, plus 14 vurulsun, 16 üstü 0,
Bu da eləyir bizdə deməli 254. 154. Daha sonra isə 0. Əslində burada 6 dənə 1-dir. 6 dənə 1 varsa, bu biz bilməliyik ki, küst n çıx 1-dir. 0, 1, 2, 3, 4, 5. Yəni 2 üstü 5, 32 plus 16 plus 8 plus 4 plus 2 plus 1. Bu da eləyir bizdə 63. Bunun digər bir variantı, əgər n sayda 1 təkrarlanırdısa, n sayda 1 var idisə, bu 2 üstü n çıx 1 deməkdir. Bizdə də 6 dənə 1 var. Yəni 2 üstü 6 çıxılsın 1-i göstərir. O da eləyir 63. Deməli, biz bunları toplayırıq. 64 plus 254 eləyir bizdə 318. Ondan da çıxırıq 63-ünü. Qalır 255. Deməli, cavabımız olur 255. Bərabərdir 255 elədi. Baxırıq A variantı. Sonra bizdən doğru ifadələri seçməyimizi soruşurlar. Mübadilə buferində yanaşı yerləşmiş obyektləri sənədə əlavə etmək üçün birinci obyekti seçib shift düyməsi sıxılı halda sonuncu obyekt. Bəli, biz demişdik ki, yanaşı olan obyektləri seçmək üçün shift, qonşu olmayan obyektləri seçmək üçün kontrol düyməsi istifadə edirik. Amma seçdikdən sonra birinci copy etmək lazımdır. Birbaşa paste, yəni kopyalamadan paste etmək düzgün deyil. Ona görə bir səhvdir. Biz biri cavablardan çıxırıq. Daha sonra sənədin avtomatik yadda saxlanma müddəti faylda options əmri ilə açılan pəncərədə təyin edilir. Bəli, faylda options'ın içərisində orada save bölməsi var. Save bölməsinə daxil olanda auto save-ə gələ bilirik və bu 1 dəqiqədən 120 dəqiqəyə kimi dəyişir auto save-in müddəti. Söhbət Word-dan gedir deyə mübadilə buferində ən çox 24 obyekt yerləşə bilər. Bu, Office proqramlarında belə idi. Windows-da isə mübadilə buferində 25 fraqment yerləşirdi. 2-3 düzdür. Proqram yeni lent tabının əlavə edilməsi insert-dən yox, biz faylda options-dan proqrama yeni bir lent tabı əlavə edə bilirdik. Yeni lent qrupları, yeni lent tablarını faylda options-dan həyata keçirirdik. Sənəddə əks olunan xəttkeşin ölçü vahidləri view-da, show-da roller əmri ilə icra olunur. Xeyr, belə bir yoxdur. Sonra sənədin səhifələri arasında bölücü sahənin göstərilməsi və ya yığışdırılması Word Options dialoq pəncərəsində müvafiq əmri ilə icra olunur. Bəli, bu da düzgündür. Ona görə cavabımız olur C variantı. Daha sonra 35-ci sual. Doğru olmayan mülahizəni soruşur. TV Tuner müxtəlif formatlı televiziya verilişlərini qəbul edib monitorda göstərir. Bəli, düzgündür. Video yaddaş monitorda ekrana çıxarılan kodlaşdırılmış video təsvirlərin saxlanılması üçündür. Bəli. Plotter böyük formatda qrafik materialların daxil edilməsi üçün. Plotter qrafik informasiyanı daxil etmək üçün yox, böyük həcmli məlumatların çap edilməsi üçün istifadə olunur deyə. Bu düzgün fikir deyil, yəni bizim cavabımız C-dir. Qrafiki planşetin seyrəklik qabiliyyəti bir düymə düşən xətlərin sayı ilə, bəli, LPI ilə təyin olunur. Əməli yaddaşda emal olunan verilənlərin və proqramların müvəqqəti saxlanılması, bəli, RAM elektrik enerjisindən asılı idi və cari anda emal olunan verilənlərin və proqramların müvəqqəti saxlanıldığı yer idi. Bunlar da düzgün ifadələrimizdir. Sonra növbəti 25 səhifəlik sənəd aşağıdakı parametrlərlə çapa göndərilib. Gəlin bu parametrlərə nəzər yetirək. Deməli, bizdə deyir ki, custom printdir. 4-12-ci səhifələr çapa gedir. Burada yəni 12 çıx 4 plus 9 dənə səhifə var. Daha sonra deməli var 15-ci səhifə, yəni 9-un üstünə 1 gəlirəm, səhifə sayını tapırıq. Sonra üstünə
bir gəlirik 19-cu səhifə. Daha sonra qeyd olunub 24, 29. Amma qeyd edək ki, bizim sənədimiz 25 səhifəlikdir. Yəni 24, 29 qeyd olunanda 24 və 25-ci səhifələr çap olunur, yəni 2 səhifə. Toplamda 13 səhifəmiz çapa gedir. Və one site yazılıb. Biz səhifə sayını tapdıq. Daha sonra one site yazılıb deyə 13-ü bölürük 1-ə, eləyir 13. Daha sonra bir digər diqqət etməli olduğumuz yer bir üzdə neçə səhifənin çap olunacağıdır? 4. 13-ü bölürük 4-ə. Bu da eləyir 3 tam neçəsə? Bildiyimiz kimi printerdə yarımçıq vərəq çıxa bilməz deyə bu 4-cü vərəqdən söhbət gedir 3 tam neçəsi olanda və yekunda kopya sayımız 5 dənə olduğundan biz 4-ü vururuq 5-ə bərabərdir 20 səhifə çap olunmuş olacaq printerdə. Cavabımız olur A variantı. Daha sonra kompüter viruslarına aid olmayanları deyir. İmmunizator antivirusuydu. Vaksinləşmə yolu ilə virusa yoluxmanın qarşısını alırdı. Müfəttiş virusa yoluxmuş faylın indiki vəziyyəti ilə, cari vəziyyəti ilə əvvəlki vəziyyətini müqayisə edirdi. Bu da antivirusuydu. Deməli, ona görə olur 3, 4. Bir də detektor. Detektorda nə edirdi? Özünə məlum olan, yalnız özünə məlum olan virusları aşkarlayırdı və onların qarşısını alırdı. Ona görə olur cavabımız 3, 4, 6, yəni B variantı. Daha sonra 38 bizdə deməli əməliyyat sistemlərinə aid sualdır. Biz bilirdik ki, əməliyyat sistemləri informasiya emal rejiminə görə 3 yerə bölünürdü. Paket emallı, vaxt bölgülü və real vaxta görə. Bizdən uyğunlaşdırmağımızı istəyir. Kompüterdə yerinə yetirməli olan proqramlar uyğun olaraq tapşırıqlar paketimizi formalaşdırır və mümkün üstünlük dərəcəsini nəzərə almaqla növbəti yerinə yetirir. Bu bizdə aiddir paket emallıya. Daha sonra gəlir deməli vaxt bölgülü. Müxtəlif terminallara bir neçə istifadəçi eyni vaxtda kompüterə müraciətini yerinə yetirmək üçün əməliyyat sistemlərini xidmət xarakterli tapşırıqlara uyğun maşın resurslarını növbə ilə seçir. Bu bizdə gəlir. Deməli, vaxt bölgülüyə. Real vaxt miqyaslı isə nədir? Real vaxt miqyaslı isə lazım olan məsələləri eyni zamanda həll etməyə imkan verir. Əsas fərqləndirici xüsusiyyəti isə istifadəçi sorğularına müəyyən olunmuş vaxt ərzində kompüterin cavabını təmin etmək üçün istifadə olunur. Üçə də gəlir D variantı. Deməli, 1-ə A, 2-yə C, 3-ə isə D. Digər variantlar isə heç bir düzgün cavab variantına uyğun gəlmir. Sonra növbəti sual 39. Deməli, bizdə deyir ki, əsas funksiyası informasiya paketlərinin düzgün ünvanlanması və son məntəqəyə çatdırılmasına cavabdehlik etməkdir. Bu protokolu bəzən marşrutlaşdırma protokolu. Marşrutlaşmadan söhbət gedirsə, biz bilməliyik ki, routerdan söhbət gedir. Router çünki nə idi? Marşrutlaşdırıcı idi. Router isə bizdə şəbəkə səviyyəsində işləyən cihazda bilirik ki, OSI modelinin şəbəkə səviyyəsində işləyir router. Şəbəkə səviyyəsində işləyən protokollar isə burada sadəcə IP-dir. SMTP, HTTP tətbiqi səviyyə protokollarına aiddir. World Wide Web internet xidmətimizdir. TCP, UDP kimi protokollar isə işləyirdi bizdə nəqliyyat səviyyəsində. Ona görə cavabımız olur B variantı. Daha sonra dövrü strukturlu alqoritmlərlə bağlı olan mübahisələri deyir seçmək. Biz bilirik ki, dövrü strukturlu alqoritmlərin 3 növü vardır. Ön şərtli, son şərtli və modifikasiyalıdır. Dövrlərin sayı əvvəlcədən məlum olan dövr alqoritmlər modifikasiyalı alqoritmlərdir. Bəli, modifikasiyalı alqoritmlər altı bucaqlı fiqurun içərisində ifadə olunurdu. Birinci başlanğıc qiymət, son qiymət, daha sonra isə addım qeyd olunurdu. Addım qeyd olunmadıqda isə biz onu 1 kimi qəbul edirik. Daha sonra növbəti gəlir, deməli, n ədədin faktorialının hesablanması dövrü strukturlu alqoritmdir. Bəli, düzgündür.
Bir sadə dövrü struktur 2, mürəkkəb dövrü struktur isə biri digərinin içinə daxil olan 3 və daha çox dövrdən ibarət olur. Yox. Sadə dövrü strukturda normalda bir dövr strukturu olur. İç-içə olmamaq şərti ilə 2 və daha çox da ola bilər. Mürəkkəb dövrü strukturda isə biri digərinin içərisinə daxil olan 2 və daha çox dövrü strukturu olmalıdır. 3 yox, 2 və daha çox dövrü struktur. Ona görə 3 səhvdir. Biz 3 cavablardan çıxırıq. Ön şərtli dövr alqoritmlərdə dövrün gövdəsi heç olmasa bir dəfə yerinə yetirilir. Bu son şərtli dövr idi. Son şərtli dövrlərdə biz deyirdik ki, dövrün gövdəsi minimum bir dəfə icra olunur. Ön şərtli dövrdə əgər dövrün hə, yox, hə deyən tərəfinə yox, yox deyən tərəfinə getsək, dövrün gövdəsi icra olunmadan alqoritim sonlanacaq. Ona görə 4-də səhvdir. Dövrü strukturlu alqoritmlərdə təkrar yerinə yetirilən əməliyyat hissəsi dövrün gövdəsi adlanır. Bəli, düzgündür. Kvadrat tənliyin həllinin hesablanması dövrü strukturu yox, budaqlanan strukturlu alqoritmlərə aiddir. Ona görə bizim cavabımız olur C variantı. Daha sonra bizə bir internet ünvanı verilib və bizdən uyğunlaşdırma tələb olunur. Domen soruşur. Birinci bilək ki, domen adımız bizim bu hissədir. Və biz bilirik ki, domen adlar soldan sağa doğru, yəni aşağı səviyyədən yuxarı səviyyəliyə doğru oxunur. Burada BDO ən aşağı səviyyəli domendir. Edu ikinci səviyyəli domen, az isə yüksək səviyyəli domen hesab olunur. Yəni bizdə 1-ə gələcək C variantı. İnternet xidmətinin adı, burada mən bir dənə xidmət görürəm, o da World Wide Web'dir. 2 gəlir D variantı. Hipermətnin ötürülmə protokolu. Hipermətnlərin ötürülmə protokolu isə Hypertext Transfer protokoluydu. Yəni biz deyirdik ki, URL verib protokol soruşursa, həmişə cavabımız HTTP-dir. Ona görə 3-ə gəlir A variantı. İmtahan bu domendə, bu serverdə yerləşən bir qovluqdur. Nəticə .html isə həmin qovluqda yerləşən bizim faylımızdır. 1-ə C, 2-ə D, 3-ə A gəldiyindən olur cavab variantımız B. Deməli, bir sənəd 2 sütun və 2 sətirdən ibarət cədvəl daxil edilir. Gəlin bir dənə Word açaq. Və deməli, burada 2 sütun və 2 sətirlik bir cədvəl daxil edirik biz. Daha sonra deyir ki, sonra həmin cədvəlin hər sütunundan sonra 2 yeni sütun. Hər sütundan sonra 2 sütun əlavə eləyiriksə, 1, 2 və gəlirəm sonda, yaxşı, buradan əlavə eləyir, 1, 2. Toplamda 6 dənə sütunum olmuş olur. Daha sonra deyir ki, hər sətirdən sonra 3 yeni sətir. 2 sətrim var, hər birindən sonra 3 dənəsini əlavə etsəm, ümumilikdə 6 dənə yeni sətir əlavə etmiş oluram. Düzdür? 3, 4, 5, 6. Deməli, toplamda məndə 8 sətir və 6 sütundan ibarət bir cədvəl oldu. Daha sonra deyir ki, bütün cədvəl seçilir və Ctrl-C edilir. Bütün cədvəli seçmişəm, Ctrl-C etmişəm və deyir, sona gətirib Ctrl-V edirik. Mən düzgün yapışdırmadım. Cədvəldən sonra növbəti sətirdə. Baxın, cədvəldən sonra növbəti sətirdə mən sonda vurdum deyə bilirəm. Buradan yapışdıranda bu şəkildə bizdə indi ümumilikdə 16 sətir, 6 sütundan ibarət bir cədvəl yaranmış olur ki, cədvəlin xanaların sayı da olacaq 96 dənə. Sonra deməli növbəti Neyman arxitekturasına görə periferik hissə. Biz bilirik ki, Neyman arxitekturası 2 hissədən ibarətdir, mərkəzi və periferik hissə. Mərkəzi və periferik hissəni əlaqələndirir bizdə sistem interfeysi. Mərkəzi hissəyə aid idi prosesor, daxili yaddaş qurğuları, prosesorun özü də hesab məntiq qurğusu və idarə etmə qurğusundan ibarət idi. Periferik hissəyə isə giriş-çıxış qurğuları, idarə etmə pultu,
və xarici yaddaş qrupları aid idi. Sistem interfeysi mərkəzi və periferik hissəni əlaqələndirirdi. Ona görə cavabımız olur 1, 5 və 6. Daha sonra bizə bir PowerPoint-dən pəncərə verilib. Fikir veririksə custom show-dur. Bircə dəqiqə. Deməli, bizdə növbəti sualda verilən pəncərə ilə bağlı doğru olmayan fikirləri soruşur. Burada görürük ki, bizdə custom show yazılıb. Yəni ki, custom show biz PowerPoint-də yadımızda salaq hardaydı. Deməli, yerləşirdi slideshow link qrupunda. Start slideshow içərisində custom show idi. Biz özümüzə məxsus deməli nümayişlər yaratmaq istəyirdiksə, buradan istifadə edirdik. Yəni ona görə birinci fikir düzgündür. Slideshow lent tabından açmaq mümkündür. Bəli, o da düzgündür. Slideshow-dan aça bilirik. Deməli, setup slideshow əmri vasitəsilə açılır, yox, custom slideshow əmri vasitəsilə açılır. Təqdimatda olan slaytlardan yalnız birinci və ikinci, yox, bizə konkret olaraq qeyd olunmayıb ki, hansı slaytlardır. 4 səhvdir. Yeni təqdimat faylının yaradılması üçün yox, biz yeni təqdimat faylı yaratmaq üçün fayl tabından, Ctrl-N düyməsindən, Quick Access Toolbar-dakı New əmrindən istifadə edirdik. F5 düyməsi sıxıldıqda təqdimatda olan slaytların deməli yalnız ikisi. Bəli, burada sadəcə 2 slayt seçildiyindən bizdə sadəcə ikisi deməli nümayiş olunacaqdır. Ona görə bizdən səhv fikirlər soruşurdu deyə cavabımız olur 3, 4 və 5. Növbəti sualımız informasiya anlayışı ilə əlaqəlidir. Deməli, bizə nə deyir? Deyir ki, 10 səhifəlik bir sənədimiz var və son 2 səhifəsində şəkil yerləşir və deyir ki, hər səhifədə 2 şəkil. Hər səhifədə 2 şəkil yerləşirsə, toplamda 4 şəklimiz var deməkdir. Yerdə qalan 8 səhifədə isə mətn yerləşir. Deməli, birinci biz yadımıza salaq ki, biz şəklin həcmini hesablayanda necə hesab veririk? Şəklin piksellərinin sayına 128-i vuracağıq 256-ya, onu da vuracağıq bir pikselin tutumuna. Bizdə 32 rəngli deyir deyə bir pikselin tutumu 2/5, yəni 5 bitdir. Bizdən yekun cavabı isə kilobaytla soruşur. Deməli, burada eləyir bizdə 2/7, 2/8, yəni 2/15 vurulsun 5 bit. Biz bitdən kilobayta keçəndə də 2/13-ə bölürük. 2/15-i 2/13-ə böləndə qalır 2/2. Onu da vururuq 5-ə, eləyir 20 kilobayt. Bu bizdə bir təsvirin həcmidir. Bizdə 4 dənə belə şəkil olduğundan 4-ü vurasıq 20-yə bərabərdir 80 kilobayt. Deməli, bizim sənəddəki şəkillərin həcmi ümumilikdə 80 kilobaytdır. İndi isə kitabın həcmini hesablayaq. Kitabın həcmini hesablayanda isə nə edirik? Səhifə sayını, yəni 8-i vuracağıq bir səhifədə yerləşən sətirlərin sayına, yəni 64-ə. Vuracağıq hər səhifədə olan simvolların sayına.
Onda vurasıq bir simvolun tutumuna. ASCII dediyindən bir simvolun tutumu 8 bitdir. Və bizdən yenə kilobaytdan istəyir. Bizdə ümumilikdə eləyir neçə? 8 2 üstü 3-dür. Vururuq 64-də, yəni 2 üstü 6-ya. 10 vururuq 128, 2 üstü 7-yə. Onu da vururuq yenə 8-ə, 2 üstü 3-ə. Toplamda bizdə eləyir 2 üstü deməli 16, 2 üstü 19. Düzdür? 2 üstü 19. Onu da kilobayta çevirəndə 2 üstü 13-ə bölürük. Bu da eləyir bizdə neçə? 2 üstü 6, yəni 64 kilobayt. Deməli, mətnin həcmi isə 64 kilobaytdır. Yəni 80 plus 64 bizdə eləyir 144 kilobayt. Deməli, cavabımız da olacaq 144 kilobayt. Və sonuncu sualımız bizdə Excel-ə aiddir, uyğunlaşdırma istəyir. Faktorial -3. Biz bilirik ki, mənfi ədədin faktorialını tapmaq olmaz. Ona görə bu nam xətasını verir bizə. 1-ə gəlir A. Samın içərisinə mətn tipli məlumat yazıb. Bunu dırnaqda daxil etsəydi, olacaqdı value error. Amma dırnaqsız daxil edib deyə Excel elə bilir ki, info adında bir xana var və gedib həmin xanada uyğun ad tapa bilmir deyə bizə name errorunu verir. Power funksiyası bu şəkildə, yəni ki, hesablaya bilmirik deyə bizdə yenə verəcək nam funksiyası sintaksinə ziddir. Daha sonra average funksiyasının içərisinə yenə text tipli dəyər yazılıb deyə bizdə gəlir value xətasına uyğun gələcək. D variantı. Sonda isə sum. Biz bilirik ki, bu U hərfi ilə yazılır. A ilə yox. Bu da name xətası verir. Bizdə olur Y variantı. Bu da sınavın ümumilikdə izahı. Təşəkkürlər dinlədiyiniz üçün.